Türk serialların, Türk kinoların təsirindən sonra yaranıb? Bir mənalı şəkildə serialların təsiri çoxdur. Bizim nitqimizə təsir eləməyi bir tərəfə, zehnə də təsir eləyir, dünya görüşünə də təsir eləyir. O mövzulara mən adətən Türk seriallarında ən çox baxışı olanları girib baxıram ki, burada mövzu nədir? 90%-nin mövzusu nədir? Sevgi olacaq. Yox, sevgi olsaydı şükürlü olardı. İki düşmən tərəfin bir-biri ilə mübarizəsi, silahdan elə belə şillə vuran kimi istifadə eləmək, bu onu vurdu, o bunu vurdu, sanki polis yoxdur bu dünyada, bu ölkədə polis yoxdur və bunu dünyanın hər yerində izləyirlər. Bizdə də izləyirlər. Bizim cavanlarımızın zehnində buna uyğun dəyişikliklər baş verir. Biz istəsək də, istəməsək də. Vuraram, gedib yatıb çıxaram. Yəni bu dəhşətli bir fikirdir və bu adi fikrə çevrilir. Yəni şuur altına dillə bərabər bu fikir də ötürülür o seriallardan. Hələ mən başqa nöqsanları demirəm, aşır-daşır mənəviyyatda daha doğrusu. Başqa misal üçün qohumlar arası əlaqələr. Baxırsan, bu onu sevib, ən ağla gəlməz insanların bir-birinə sevgisi oyanır. Bu da mənəviyyatı korlayır. Cavanların mənəviyyatı bundan çox hədsiz dərəcədə korlanır.